Ay Hüseyin. İmam Nəvəvini tanıyırsınız? İmam Nəvəvi böyük əhl-i-sünnə alimidir. Bunu tanıyırsınız? Hə? Hə. İmam Nəvəvi Şafii Minhacut Talibin və Umdatul Muftin kitabı səhifə 313-də Babu mə yəhrumu minəl nikahi babında nəql edir. Təhrumul ümməhəti və kullum mən vələdətəkə əv vələdət min vələdikə və hiyə ummikə vəl bənəti və kullum mən vələdətikə əv vələdət min vələdihə fəbunətükə qultu vəl məxluqətu min zinahu tuhillu ləhu. Deyir, doğma ana ilə qız evlənməyə haramdır, amma kişinin zina eləyib, zinadan qızı gəlibsə dünyaya, kişi öz doğma qızı ilə evlənə bilər. Ana da öz doğma oğlu ilə evlənə bilər. Bunu İmam Nəvəvi deyib, kitabı məndədir. Gəl sizdən görüşək, təqdim edeyim. Sizin alimlər öz doğma qızı ilə, öz doğma anası ilə evlənməyə icazə verir. Diqqətlə dinləyin. Babu mə yəhrumu minən nikahi təhrumul ümməhəti və kullum mən vələdətəkə əv vəlidət min vələdikə fəhiyyə ummikə vəl bənəti və kullum mən vələdətikə əv vələdət min vələdikə fəbnətikə Qultu vel məxluqatu min zinahu tuhillu lahu. Evlənmək üçün haramdır ana bacı, amma zinadan əmələ gəlibsə anaya öz doğma oğlu halaldır evlənmək üçün, ata da öz doğma qızı ilə evlənə bilər. Bunu sizin aliminiz yazıb. Yəni belə qeyrətsiz, siz razı olarsınız öz qızınızla, öz anavızla evlənməyə, lap zinadan doğulsaz. Buna razı olarsınızmı? Gördüyünüz kimi attı məni bloka şərəfsiz.